Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, prezident Pezeşkiyanın seçilməsindən öncə baş vermişdi. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır. Bu sözləri prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən Yeni Dünya Nizamına doğru mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Mən İrandan olan qonaqlara sual verdim. Mənim yerimdə olsanız nə düşünərsiniz? Bu təəssüf doğuran hal oldu və bildiyiniz kimi biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi. Və daha sonra İranın mərhum Xarici İşlər Naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdı. O vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq bu baş verməyib. Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq media müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz. Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir. Çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs sadəcə ruhi xəstə elan edildi. Artıq 2 il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə 2 ildən artıq vaxt ötüb. Biz bunu unuda bilərikmi? Əlbəttə ki, yox. Bu bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaqlar.